Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan Heydər Əliyev ordenindən və başqa fəxri adlardan məhrum edilmə prosesinə start verilib. Yeni Sabah Baku Post AZA istinadla məlumat verir ki, Prezident A saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır. Saytın arxiv hissəsində Mehdiyevə Heydər Əliyev ordeninin təqdim olunması ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır. Adların geri alınması ilə bağlı sərəncam verilməsə də bu prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir. Ramiz Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir. Deyək ki, o 2008-ci ildə İstiqlal ordeni, 2013-cü ildə Şərəf ordeni, 2018-ci ildə Şöhrət ordeni, 2019-cu ildə Heydər Əliyev ordeni ilə təltif edilib. Qeyd edək ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişlə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb edilib. Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb, o təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir. Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımaq sadəcə keçmiş xidmətlər bəs etmir.